97-ci ölkə çempionatının açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva iştirakçılara uğurlar arzulayıb. Çempionatda milli komandamızın üzvləri də daxil olmaqla paytaxtın müxtəlif klublarının, həmçinin Gəncə, İsmayıllı, Bərdə, Xızı və Ordubadı təmsil edən 135 atlet mübarizə aparır. Çempionatın ilk günündə müvafiq olaraq kişilərdə və qadınlarda 100 metr məsafəyə qaçışda Həmid Nəbiyev və Lamiyə Vəliyeva, 400 metrdə Cavid Məmmədov və İlahə Quliyeva, 1500 metrdə Bəxtiyar Əskərli və Nila Heydərova, 3000 metr məsafəyə maniyələrlə qaçışda Əmrah Nağıyev çempion olub. Üçtəkanla tullanmada Rüstəm Məmmədov və Yekaterina Sarıyeva, hündürlüyə tullanmada Bülbül Babayev və Zeynəb Qəmbərova, kürə atmada İsmail Əliyev və Səkinə Hacızadə, nizə atmada Orxan Qasımov və İradə Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ardınca Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva yarışla bağlı fikirlərini jurnalistlərlə bölüşüb. Xüsusilə qeyd etmək istəyirəm ki, qarşıdan bizi Avropa çempionatı gözləyir, Birmingham şəhərində keçiriləcək və məhz bu ölkə çempionatı Birminghamdə keçiriləcək Avropa çempionatına seçim hüququ verir idmançılarımıza. Eyni zamanda Yunanistanda Balkan çempionatı keçiriləcək, Balkan çempionatına hazırlıq mərhələsi kimi qəbul olunur bu yarışlar. Sözsüz mən bizim idmançılarımıza uğurlar arzu edirəm. Bugün güclü olan qalib gəlsin və bizim ümidlərimizi də doğrultsun. Qeyd edək ki, 2 gün davam edəcək yarış beynəlxalq turnirlərə seçim baxımından mühüm əhəmiyyət kəsb edir.